Biz hazırlaşmışıq bu gözəl qızlarla. Gedirik, deməli, məktəbdən teatr bileti paylayıblar uşaqlara. Afparkda keçiriləcək, amma da şəhərə getməyəcək. Xırdalanı tanıyanlar bilir, Afparkı onun ərazisində keçiriləcək. Dənizin də var əslində bileti, ona da almışıq, amma o gəlmir. Fidan, mən, Aylin üçümüz gedirik və bilmədiyimiz yola girmişik. Güya kəsə gedirik, məhlələrin içi ilə. Görək, hara gedəcəyik. Gedib tapa biləcəyik, yoxsa yox. İnşallah ki, taparıq. Görək. Evə baxın, nə maraqlı tikilişi var. Uzunlamasına dedilər, belə dönün. Dönürük. Afparkı tanıyırıq, biz çox getmişik. Prosta həmişə düz yolla getmişik də. İndi kəsəyə girmişik. Məhlələrin arasına. Görək, tapırıq mı? Bu qız da belə. Bu qız da həyəcanlıdır. Belə. Gedək görək necə olacaq. Şənlik necə keçəcək. Bu yolla. Burada təzə evlər tikilir. Köhnə məhəllədə, amma yəqin torpaq falan qalıb. Qırağacıq. Düz yol üstündəyik, gedirik. İndi çıxacaq. Afın binaları. O tərəfə baxın. Burada necə yaşayır? Ən üstə. Hə, ən üstə var. Mansardır da. Gedirik aşağı. Mən də bunu qoyacağım, durur. Bizdə uşaqlar bina evindən qorxur, xoşlanmır. Hələ də hündür mərtəbə olanda heç xoşlanmırlar. Benim gedək. Hələ ki bir yerə çatmamışıq, hələ yollarda gedirik. Görək. Çatmışıq Afparkın arxa tərəfinə. O yol bizi Afparkın arxa tərəfinə gətirdi. İndi buradan keçərik qabaq tərəfə. Bəlkə buradan gedək. Hə də o yana niyə gedirik? Buradan gedək görək o ünvan haradır. Qoy bileti çıxardım. Hə də biz həmişə qabaqdan gəlmişik deyənə. Bura baxın nə gözəldir. Başa qədər belədir sıx ağaclar. Çox qəşəngdir. Gedək görək bizim ünvan qabaqda olmalıdır. Orada çoxlu dayanıb bu insanlar. Yəqin ki oradır. Buranın qəşəng yerlərini göstərəcəm sizə. O qədər qəşəngdir. Balıqlar olacaq, indi var. Quşlar, balıqlar, hər şey olur. Gəmi formasında restoran. Uşaqları yerləşdirdim, oturublar. İndi mənə popkorn istəyirlər. Orada kiminsə əlində gördülərsə, mümkün deyil də, mütləq yeməlidirlər. Gəlin, burada görün, popkorn var. Alın buradan. Salam, popkorn neçədir? Ha, verin də 2 dənə. Aldım. Belə göstərə bilmirəm, gedirəm. Gedək yesinlər, isti-isti qəşəng. Qabaqda da giriş. Oturmaq istəyirəm. O yerimiz belədir. Aylin, sənə baxım. Aylin. Əsalla. Siz burada olacaq, baxlar sana. Yaxşı. Fidan. Gedək yuxarı. Çıxırıq valideynlər üçün yer var. Çəkiliş pis düşür. Işıqlar rəngarəngdir. Şəfək yer. Haradadır? Ay.
Mahnı dayandı. Çok qəşəng bir yerdir. Necəsiz? Biraz ucada. Yaxşısınız yoksa əla? Əlasınız yoksa süper? Ne güzel, ne güzel. Aziz dostlar, kim bana diyer? Bura, niye göre gelmişsiniz? Tiyatr tamaşasına bakmaya gelmişsiniz. Uşaqlar, yaxşı bəs bu tiyatr tamaşasının adını kim bilir? Ələddinin sehirli çomağı yok, çırağı. Aziz dostlar, bəli, siz bura. Beni bura kömeğe çağırdılar. Beni bura Jasmin'le Ələddin kömeğe çağırır. Onlar bura sizin yanınıza gelmek isteyende yolda nece olursa seyirli çıraqlarını itirirler. Bütün meşeni aktarıp meşenin derinliklerinde cəngəllikdə oldularına göre yolu ser salıblar. Ondan sonra kimle karşılaşırlar? Hamısı onları gözleyir. Əla, əgər sən gedirsənsə, o zaman biz də dostlarımızla rəqs edərik. Uşaqlar, mən gedirəm. Amma siz də bu hiləgər Türkiyə çox inanmayın. Mən necə olursa olsun, Ələddinlə Jasmini tapıb bura gətirəcəm. Sizə söz verirəm. Hələlik uşaqlar. Meşənin içində azdırmışsan. Üstündə gəlib burada uşaqlarla rəqs edirsən. Bəs bilmirsən ki, bu qədər uşaq onları gözləyir. Dovşan, bircə sən çatmırdın. Nədir yoxsa sən də baxıllıq edirsən? Mənim rəqs etməyimə, mənim gözəlliyimə. Tülkü dələ, bilirsən nə var? Bəsdi boş-boş danışdın. Yaxşı ki, Spiderman vaxtında gəlib onları xilas etdi. Yoxsa Faydaları çok sadeli ama çok eğlenceli oyundu. Tabii ki de aktif olsanız eğlenceli olacak. Uşaqlar, musiqimiz seslenecek, musiqinin sesini işləndə hamı rəqs edəcək. Amma eşidirsiniz mi uşaqlar? Eyvallah. Musiqinin sesini işləndə hamı rəqs edəcək, musiqimiz dayananda hamı heykel olacak. Hazırsınız? En iyisi bir sesimiz gelsin. Eller havaya, elleri görüyorum, eller. Alkışlarınızla. Hazırsınız? Çıxdıq. Aylin həmçə kimi nədənsə narazıdır. Bitti, artıq gedirik. Aylin. Aylin oturur. Aylin. Deməsən açılmır da. Çıxdıq. Şəklivi, hə, get dur çəkim. Çıxdıq. Bura çox gözəldir, çox qəşəng yerlər var. İndi yorulmuşam.
həm də evə getməliyəm. Ona görə sonra ətraflı gəzəcəm. İndi уже gəzmirəm də. Həm dənizdə yanımızda yoxdur. Gəzəndə qəşəng burada da bax restoran da qabaqda, qalanın içində. Dənizdə olanda, ətraflı gəzəndə bu parkı əlavətən bir gün gəlib sizin üçün gəzəcəm, qəşəng çəkəcəm. Çox gözəl mənzərəli yerləri var. Belə. Buradan da restoranın içinə giriş var. Bura və həmişə su olur. Hə. İndi bağlayıblar. Tərləməmsən Ayliş. Baxım sənə. Su deyil. Hə. Çox böyükdür bura. Çox böyük. Aha, qəşəng yerləri var, amma sonra gəzəcəm bir gün gəlib sizin üçün. İnşallah. Burada belə bir maraqlı bir yer var, oraya girmək istəyirəm. Girdik Bolmartada, burada yaxınlıqda Bolmart var idi. Bu qız ancaq acır, gah susuyur. Baxışa bax, baxışa. Bir-iki bir şeylər almışam, evə gedəndə göstərərəm. Elə belə şeylər. Yəni, xırda gözümə dəyən şeylər. Belə gedək evə. Həmin o yolla gedəcək, yenə kəsə yolla. Ratlıdır Aylin. Fidan, sən də nə salmış, nə yiyirsənsə götür ye. Gəldik evə. Qısa göstərim belə nə almışıq. 2 dənə belə şey almışam. Nəm salfetka. Belə balaca cib üçün. 2 dənə bunlar. Daha sonra boranı. Belə doğranmış formadaydı orada. Bir dənə belə boranı. Ondan sonra qəşəng kişniş vardı. 2 dəstə göyərti. Ondan sonra bir dənə belə noğul. Çayla içməyə. Ondan sonra bir dənə belə çörək. Bunlar çörəyi. Ondan sonra bu su heç aldıq orada Aylin içdi. Bir dənə belə duru yağ, meçda. Duru yağı. Ondan sonra belə çay dəsmalları kassa yanında indirmə düşmüşdü. Belə çay dəsmalı aldım. Balaca, yəni çay deyəndə əl dəsmalı. Belə 1, 2, bir də bu 3 dənə. Daha sonra burada yenə bir dənə çörək 65 qəpik. Bu 1 kilo qriçka. Bir dənə də boranı. Bunlar.